Qızdırmalı uşaqları, ümumiyyətlə bütün infeksion xəstəliklərin əksəriyyətində yüksək temperaturanın əmələ gəlməsi labüddür ki, bu əmələ gəlir. Bu qızdırmanı aşağı salmaq üçün valideynlər ümumiyyətlə fiziki və kimyəvi üsullarla qızdırma aşağı salınır. İlk növbədə fiziki üsullarla qızdırma aşağı salmağa çalışmaq lazımdır ki, fiziki üsullarla qızdırma aşağı salmağın üsulları nədən ibarətdir? 1. Uşağı çox qalın geyindirməmək. Əgər geyindirilmişsə, bu uşağı soymaq lazımdır. Ətraf mühitlə, hava ilə təmasını artırmaq lazımdır ki, bu avtomatik uşaqların bildiyimiz müxtəlif fiziki üsullarla, yəni konvensiya üsulu, təmas üsulu ilə temperatur avtomatik aşağı düşür. Əgər bu şəkildə də düşməzsə, soyuq, məsəl üçün, buzların müəyyən büküş nahiyəsinə qoyulmaqla orqanizmdən bu şəkildə buxarlanmanı artırmaqla temperaturu aşağı salmaq mümkün ola bilər. Bəzən ilıq suda orqanizmin müəyyən ətraflarını yumaqla, yəni orqanizmi yumaqla, uşaqları yumaqla temperaturunu aşağı salmaq mümkünatı vardır. Əgər fiziki üsullarla elədikdən sonra temperatur aşağı düşmürsə, artıq kimyəvi üsula əl atmaq lazımdır ki, kimyəvi üsullarsa müxtəlif dərman preparatlardır ki, bu dərman preparatlarına ən geniş yayılmış və istifadə olunanı parasetamol tərkibli siroplar və ya da şamlardır ki, bu şamlardan evdə temperatur salmaq üçün istifadə oluna bilər. Təbii ki, bu temperaturu aşağı salmaq üçün mütləq həkim ilə əlaqə qurmalı, həkim ilə məsləhətləşməli. Ondan sonra şamını və ya da siropundan istifadə edərək temperaturunu aşağı salmağa çalışılmalıdır.